Əgər, bir dövrə səyahət eləyə bilsəydiniz, hansı dövrə qayıtmaq istəyərdiniz tarix olaraq? İndi bütün dünya tarixin, müəyyən bir hissəsini bilən bir insan kimi sizdən Bir soruşuram. deyil, bir deyil. İnanın o qədər elə hadisələr var ki. Misal üçün mən Peyğəmbər Əfəndimizin sallallahu əleyhi və səlləmin vəfatı zamanında kağız qələm gətirin, mən vəsiyyətimi yazıram. Hı hı. Demək istədiyi o ana qayıtmaq istəyərdim və onun yazılmasını istəyərdim. Və yaxud Kərbəlada Həzrət Hüseynin yanında olmaq istəyərdim. Zalımın qarşısında, məzlumun yanında. Bəli. Misal üçün mən bayaq qeyd etdiyimiz 1918-ci ildə Cümhuriyyətin İrəvanın ermənilərə verilməsi ilə bağlı müzakirələr gedən salonda olmaq istəyərdim. Mən 1990-cı ildə 20 yanvar faciəsi baş verəndə həmin o küçədə olan şəhid düşmüş Azərbaycan vətəndaşları ilə birlikdə olmaq istəyərdim. Yəni çoxdur olmaq istədiyim tarixdə. Misal üçün həmçinin Mahatma Gandhinin ingilislərə qarşı başlatdığı o şiddətsiz mübarizə metodunu öyrənmək üçün, qansız o boyda problemi həll edə bilmə bacarığını ondan öyrənmək istəyərdim.